Azərbaycan kanalında voleybol üzrə Azərbaycan çempionatında play-off qarşılaşmaları davam edir və biz sizinlə birlikdə final görüşlərini izləyirik. Rabitə və Azəryol komandaları qarşılaşırlar. Final seriyasının ikinci oyunudur. Birinci oyunda Rabitə 3-1 hesabı ilə qələbə qazanmışdı. Xatırladım ki, bir daha final seriyası 3 qələbəyə qədər davam edir. 3 dəfə qalib gələn komanda Azərbaycan çempionat titulunu əldə edir. Və hal-hazırda artıq komandalar meydançanın mərkəzində həm dövlət dinlədilər, həm də bir-birləri ilə görüşdülər. Bugünkü görüşün hakimləri ilə tanış edim. Birinci referi Eldar Əliyev və ikinci referi Konstantin Selin. Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi Vaqif Əliyevdir. Komandalar meydançaya dəvət edilirlər və Azəryol komandasından başlayaq. Azəryolun heyəti belədir. 1 Vargas Valdez, 2 Kseniya Kovalenko, 3 Fernanda Isis, 4 Oksana Parxomenko, 6 Liza Thompson, 8 Natavan Qasımova, 9 Klara Delilio, 10 Yana Matyasovska Ağayeva, 14 Margarita Kozuk, 15 Yusidey Silye, 16 Ceyran Əliyeva və 17 Polina Rəhimova. Komandanın baş məşqçisi Angelo Vercesidir və Rabitə komandasının heyəti. Natasha Krismanovic 5, Titer Dixon 6, Kayla Bamvart 7, 8 Aura Cruz, 9 Brenda Castillo, 10 Güra Mansuko, 11 Christopher Cooper, 13 Notsara Tomkom, 15 Sanya Starovic, 17 Katerina Skavronska, 18 Dora Xorvat və baş məşqçi Eldar Yusifovdur. Beləliklə oyun başlayır. İlk olaraq topu oyuna Rabitə komandasının voleybolçuları daxil etdilər. Ceyran Əliyeva qəbul etdi. Oksana Parxomenko və Vargasın zərbəsi tora dəyir. 1-0 önə keçdi Rabitə komandası. Tomkom növbəti servisi yerinə yetirəcək. Top meydançada yerə düşür. Daha bir xal Rabitə komandasının ifasında 2-0. Çox uğursuz başladı oyuna Azəryol voleybolçuları. Servis yerinə yetirilir. Bu dəfə də xal Rabitənindir və beləliklə artıq 3-0 oldu hesab. Eldar Əliyev göstərir xalı. Məhz Rabitə komandasına verir. Servis yerinə yetirildi. Yenə də Ceyran Əliyeva qəbul etdi. Vargas Valdez. Bu dəfə xal artıq Azəryol voleybolçularının da toxunuş var idi. Castillo da özünü çatdıra bilmədi topa. 3-1 oldu hesab. Fərq azaldı. Servis Azəryol voleybolçuları yerinə yetirirlər və Oksana Parxomenko topu oyuna daxil etdi və xeyli kənarda top yerə düşür. 4-1. Xorvat servisi yerinə yetirdi. Smash servis. Qəbul yaxşıdır. Kozuk qəbul etdi. Dijulio və Dijulio'nun zərbəsinin qarşısını blok alır. 5-1. Xorvat növbəti servisi yerinə yetirəcək. Bu dəfə də smash servis yenə də Ceyran Əliyeva qəbul edir, ancaq bu dəfə yaxşı qəbul etmədi. Top oyundadır.
Polina Raimova, Castillo zərbənin qarşısını aldı. Tomkomun ötürməsi, Cruz və bu dəfə artıq Azəryol komandasının bloku yaxşı oynayır. 5-2. Təkrarı bir Ayzelin Cruz'un zərbəsi. Qəbul yaxşı deyil. Tomkom, Xorvat. İndi fərqi azaltma olar. Valdes, Castillo, Skavronska topa çatdıra bilmədi özünü. 5-3. 3-5. De Julio servisi yerinə yetirdi. Cruz qəbul edir. Skavronska. İlk aşırma zərbənin qarşısı alınır blok tərəfindən. Bu dəfə Skavronska'nın zərbəsi. Yenə də top oyundadır və Rabitə komandasının zonasındadır. Cruz blok zərbənin qarşısını aldı. Bililio top kənardadır. Yox, hakim bildirir ki, toxunuş var idi blokda. De Julio'nun zərbəsindən sonra və 5-4 oldu hesab. Servis yerinə etirilir. Tomkom. Valdes. Çevrilənə qədər top artıq yerə düşdü. 6-4. Rabitə 2 xallıq fərqi bərpa edir. Servis yerinə etirildi. Kozuk qəbul etdi. Parfominka, Polina Raimova. Blok əla oynayır və Aro Cruz 7-ci xal. Blokdan komandasına xal qazandırır. 7-4. Kırsmanovic servisi yerinə yetirecek. Top tora dəydi, bir qədər istiqamətini dəyişir, çaşdırır. Polina Raimova zərbəsi və yenə də Aro Cruz. Yenə də eyni cür zərbənin qarşısını alır. 8-4 ardıcıl 3 xal və Rabitə 4 xallıq fərqi bərpa etdi. Diagonal, Raimão. Block out the Cruz. Okay? She's knocked down, she's straight. You need to lose block out. Don't only attack in the front of the floor. Okay, calm. Hey, it's ball here, open again. Good, start to play the middle block. Good or not, the speed starts from the half and open again. Right. Texniki fasilə başa çatır. Voleybolçular yenidən meydancaya döndülər. Kırsmanovic servisi yerinə yetirir. Çox çətin servislər qəbul edən komanda üçün yerinə yetirir. Natasha Kırsmanovic. Yenə də Küncə. Kozuk top kənardadır və bu dəfə heç kimə dəyməyib. 9-4. Bu dəfə top kənarda yenə düşdü. Ceyran Əliyeva da bunu görür. Kırsmanovic'in servisindən sonra 9-5. Cruz. Cruz komandasına daha bir xal qazandırır. Yaxşı ötürmə etmişdi. Tomkom bloku allatmışlar və bir nəfər qalmış artıq blokda. Bir versinsə ona görə də rahat bir şəkildə Aro Cruz yardı bu bloku. 15. Polina Raimova top kənardadır. Çox hündürdən vurdu topu. 11-5. Skavronska servisi yerinə edilecek. Smash servis, top xeyli kənara gedir. 11-6.
Polina Rəhimova, o da smaç servisi yerinə yetirəcək. Qəbul yaxşıdır, Tomkom, Kruz və Kruz 2 nəfərlik bloku yarır. Oksana Parxomenko ilə Kseniya Kovalenko idi blokda. Heç biri bu zərbənin qarşısını ala bilmədi. Düz aralarından keçdi top. Kruz servisi yerinə yetirdi. Kozuk qəbul etdi. Polina Rəhimova 6-cı zonadan xeyli kənara gedir top. Heç kimə də dəyməyib. 13-cü xal. Time-out götürür Berçesi. Biraz gecikmiş time-out'u bu. 7 xallıq fərq var. Rabitə kimi əlbəttə ki, təcrübəli komanda setdə bu cür fərqi əldən verməz. Bir daha qeyd edək ki, bu il Çempionlar Liqasının dördlər finalına ev sahibliyi etdi və Çempionlar Liqasının dördlər finalında, yarı finalda liqanın qalibinə məğlub oldu. Üçüncü yorğunda görüşdə isə qələbə qazandı və Avropanın 3-cü komandası oldu. Kruz yerinə yetirəcək servisi. Top oyuna daxil etdi, yenə də Kozuk qəbul edir, yenə də Polina 6-cı zonadan və yenə də kənarda. 14-6. Yana Matyasovska Ağayeva daxil olur, Polina Rəhimova əvəz edir. Kruz top oyuna daxil etdi. Kozuk, Tomkom həm blokda yaxşı oynadı, həm də dərhal vəziyyətdən çıxış yolunu tapdı. 15-6. Tora toxunuş var. Kruz servisi yerinə yetirdi. Kozuk boş zonaya, mərkəzə göndərməyə çalışdı, topu alınmır. Skavronskan zərbəsində qarşı alındı Ceyran Əliyeva. Kozuk, Peter Dixon özü zərbə endirmir, aşırma zərbə. Və Kozuk'un zərbəsində qarşı alınır. Yenə də Tomkom'la Peter Dixon. 16-6, texniki fasilə. Birinci setdə ikinci texnik fasilə başa çatır. Kruz yerinə yetirəcək. Servisi topu oyuna daxil edir. Və yenə də xət boyunca yəni ki, servis oldu. Belə də oldu. Top meydançadadır. Növbəti xal 17-6. İnamsız təsir bağışlayır. İlk setdə Azər yol voleybolçuları. Kruz. Növbəti servis. Bu dəfə Kozuk qəbul edir. Ancaq hücum imkanı yenə də Azər Rabitənin tərəfindədir. Skavronskan zərbəsinin qarşısı alındı. Dilulio blok. Ceyran Əliyeva edir top və elə Azər yol komandası meydançasında da yerə düşür. 18-6. Silya Frometa oyuna daxil olur. O da Oksana Parxomenkodan əvəz olur.
Cruz. Daha bir servis. Ceyran Əliyeva qəbul etdi. Yusuf Desiliye, Yana Maçasovska, Ağayeva və 2 dəfə toxunuş var idi artıq Nutsara Tomkoma. Nəhayət ki, Cruz'un servisləri başa çatdı. 18-7. Castillo qəbul edir. Tomkom. Çox gözəl zərbə forvatdan. Daha bir xal. 19-7. Delilio əla zərbə indirdi. Top artıq meydançaya dəymişdi. 19-8. Kseniya Kovalenko meydançanı tərk etdi. Natavan Qasımov oyundadır və servisi də yerinə yetirecek. Cruz qəbul edir. Castillo topu özünü çatdıra bildi. Yusuf Deliliye'ye doğru ötürmə və gözəl də zərbə indirildi. Aşırma zərbə 19-9 oldu hesab. Biraz fərqi azaltdı. Azəlyol 6 xal ayırır. Rabitəni birinci setdə qələbədən. Bu dəfə Krsmanovic. Tomkom'un gözəl ötürməsindən sonra elə birinci setdə hücum vuruldu. Və mərkəzdən dəqiq zərbə. 29. Tomkom servisi yerinə yetirir. Ceyran Əliyeva qəbul etdi. Delilio top meydancında yerə düşür. Xal Azər yolundu. 20-10. Xeyli kənarda. Top yerə düşdü. Azəryol daha bir xal qazanır. 20-11. Cruz qəbul edir. Blok və top kənardadır. 21-11. Top tora vurdu bu dəfə. Xorvat smaç servisi yaxşı alınmadı. 21-12. Chiara De Giulio servisi yerine yetirir. Skavronska. Giulio, Silje Prometa. Yana Matyasovska, Ağayeva. Top meydancada yerə düşür. 21-13. Rabitə komandası time-out götürür. Elə də ciddi və qorxulu bir şey yox. 8 xallıq fərq var. Ancaq ardıcıl 3 xal qazandı Azəryol.
Chiara De Julio servisi yerinə yetirdi. Top xeyli kənara gedir. 22-13. Rabitə çətinlik çəkmədən, əziyyət çəkmədən xal qazanır. Chiara De Julio geri deyildi. 22-13. De Julio top oyundadır. Cruz. Skavronska blok yaxşı oynayır. İlk zərbənin qarşı alındı. Tomkomun ötürməsi Cruz və bu dəfə də blok əla oynayır. 22-14. Sine Kavalenka oyuna daxil olur. Natavan Kasimo ilə Vargas Valdes meydançadan çıxdılar və Fernando Isis oyundadır. Servisi də yerinə yetirdi Fernando Isis. Cruz qəbul edir. Tomkom, Skavronska. Isis özünü topa çatdırdı. Daha bir hücum olacaq. Castillo, Tomkom bu dəfə də Skavronska'nı çıxardır və Skavronska qarşı salınmaz bir zərbə indirdi. 23-14. Silye, Frameta, Kozufan. Kozuf zərbə mövqeyini çıxartdı. 24-cü xal. Topu tora vurur Margarita Kozuf. Top kənarları 24-15. Horvat qəbul edir. Tomkom, Peter Dixon. Chiara De Julio topun yerə düşməsi imkan vermədi. Kozuf və Castillo əla oynayır. (24-16) Cruz topu qəbul etdi. Castillo ötürməsi Cruz. Chiara De Julio setin başı çatmasına imkan vermir hələlik. Tomkom, Castillo, Skavronska və artıq burada səhv var idi. Yer dəyişmədən sonra da nəticəyə də 25-16. İlk setdə qələbə qazanır. Rabitə voleybolçuları çox rahatlıqla 25-16.
Komandalar meydançada yerlərini dəyişdilər. İkinci set başlayır. (25-16) hesablı birinci setdə Rabitə komandası qələbə qazanmışdı. Servisi Yusuf Silya Frometa yerinə yetirəcək. Komandanın kapitanı, Azaryol'un kapitanı. Topu oyuna daxil etdi. Cruz qəbul edir. Tonkom. Və Vargas Valdez komandasına ilk falı qazandırır. İkinci setdə 1-0. Silya Frometa'nın növbəti servisi. Və daha bir fal burada. Yenə də Azaryol voleybolçuları qazandılar. 2-0 oldu hesab. 2-0 Azaryol. Silya Frometa'nın növbəti servisi. Top kənardadır, heç kimə də dəyməyib. Üçüncü fal. 3-0 oldu Azaryol. Bir qədər fərqi artırır. Silya Frometa, daha bir servis. Cruz. Kırsmanoviç. Və bu dəfə Polina Rayimova topu özünü çatdıra bilmədi. 3-1 Rabitə ikinci setdə ilk falını qazanır. Skavronska rəqib zonada topa toxunmuşdu və ona görə də fal Azaryol voleybolçularınındır. Dört bir oldu hesap. Chiara De Giulio servisi yerine yetirir. Tonkom, Skavronska, Ceyran Əliyeva əla oynayır artıqda. Daha bir hücum olacaq. Bu dəfə Polina Rayimova blokdan top kənardadır. 5-1. İkinci sırada Azaryol karşı başlayacak. Bu konuda Fərq azalır. 5-2. Birinci templə yenə də hücum quruldu. Tonkom gözəl ötürmədir. Smaç servisi yerine yetirildi. Ceyran Əliyeva topu qəbul edir. Yusuf Silya Frometa, Castillo, Cruz, Ceyran Əliyeva yenə də topun yerə düşməsinə imkan vermir. Yana Maçasovska Ağayeva. Topu rəqib zonaya yeni bir rəyələr ola bilir ki, top anterindən kənardan getmişdi, ancaq hakim görüş davam etdirir və xal Rabitə voleybolçularındır. 5-3. Servis yerine getirilir. Xorvat topu oyuna daxil etdi. Top xeyli kənara gedir blokdan. Yana Maçasovska Ağayevanın zərbəsindən sonra 6-3 oldu hesab. Top kənardadır. 6-4. Fərq azalır.
Bu yenə də elə də yaxşı deyildi. Lakin hücum qurmaq mümkün oldu. 7-4. Polina Rəhimova smaç servisi. Yana Matyasovska Ağayeva 8-ci xala qazandırır komandanı. Birinci setdə də birinci termik fasiləyə qədər hesab 8-4 olmuşdu. Lakin Rabitənin xeyrindən bu dəfə 8-4 artıq Azəri yolu qazanmışdı. Texniki fasilə başa çatır. 8-4 Azərbaycan üstünlüyü var ikinci setdə. Polina Rəhimova smaç servisi yenə yerdə etirəcək. Cruz qəbul edir. Qəbul yaxşı deyil və daha bir xal. 9-4 oldu hesab. Topu tora vurur bu dəfə. Polina Rəhimova 9-5. Servis yerinə yetirildi. Yana Ağayeva qəbul edir. Frameta, Yana Ağayeva top blokdan kənardadır. 15. Yana Matyasovska Ağayeva servisi yerinə yetirdi. Cruz top blokdan sürətini azaltdı. Frameta daha bir xal. 11-5. Xorvat qəbul edir Castillo. Cruz. Frameta. Chiara De Julio. Əla oynayır yenə də Castillo. Cruz. Top yerə düşmədi. Ceyran Əliyeva bu dəfə yaxşı oynayır. Castillo, Tonkom yenə də Cruz'u çıxartdı zərbə mövqeyinə. Bu dəfə çatmaq olmur topa. Və beləliklə daha bir xal qazanır Rabitə. 11-6. Yana Ağayeva yaxşı oynamadı, qəbul düzgün deyil. 11-7. Top kənardadır. Bu dəfə Cruz'un servisi yaxşı deyil. Birinci setdə ardıcıl 8 servis yerinə yetirmişdi. Fernando Isis servisi yerinə yetirdi. Castillo. Top kənardadır. Heç kimə dəyməyib. 13-7 oldu hesab.
Isis. Cruz qəbul edir. Tomkom. Və birinci tərəflə hücum. Peter Dixon xal qazandırır komandasına. 13-8. Peter Dixon servisi yerinə yetirdi. Ceyran Əliyeva qəbul edir. Yaxşı qəbul etmədi. Chiara De Julio top kənardadır. Və xal, bəli, toxunuş var idi. Hakimin fikrincə. Baxmayaraq etiraz və Cruza dərhal sarı vərəqə. 14-8. Düşüdü Silya Frometa servisi yerinə yetirecek. Komandanın kaptanı Cruz'a gösterilen sarı vərəqənin təkrarı izlədik. Bir də Cruz, Tomkom. Bu dəfə xal rabitəndi. 14-9. Toxunuş var idi. Yan xətt hakimini göstərir. Fərq bir qədər azaldı. Yenə də Yan Ağayeva. Bu dəfə Ceyran Əliyeva mani olur. Polina Rəhimova. Xorvat əla oynadı. Cruz. Blok. Və xal rabitəndi. Çünki orada yer dəyişmə də deyəsə səhv var idi. 14-10. Sonra toxunuş var idi. Time out götürür Angelo Verkesi. Servis yerine getirildi. Ceyran Əliyeva qəbul edir. Valdes. Və Azəryolun daha bir xalı. Bu dəfə Polina Rəhimova qüvvətli zərbə indirdi. 15-10. Cruz qəbul edir Tomkom. Düşüdü Silya Frometa. Polina Rəhimova. Top bloka dəyir və meydançanın mərkəzində Azəryolun zonasında yerə düşür. 15-11. Valdes. 16-11 oldu hesap. Texniki fasilə. İkinci texnik fasilə də başa çatdı. 16-11 Fernando Isis yerinə əyləşir. Vargas Valdes yerinə yetirəcək servisi.
Yox, Isis döndü oyuna, qayıtdı, meydançadadır. Ceyran Əliyevan əvəz edir blokda oynamaq üçün. Kruz, Tomkom, Skabronska. Isis yaxşı oynadı bu dəfə blokda Tomkom. Və yenə də blok yaxşı oynayır Yan Ağayevan bloku. Kruz. Top oyundadır. Yusidis Frometa Chiara Delilio və top artıq bir neçə dəfə dəymişdi voleybolçulara. 17-11 oldu hesab. Valdes servisi yerinə yetirdi Kruz. Tomkom yenə də Kruz'a qaytarır topu. Blok əla oynayır. 18-11. Time out. Rabitə komandası götürür. Valdes servisi yerinə yetirdi. Kruz qəbul edir. Tomkom. Kruz. Top oyundadır. Kırsmanoviç. Və meydançada yerə düşür. Çətin vəziyyətdə Rabitə xal qazana bildi. 18-12. Kırsmanoviç servisi yerinə yetirdi. Chiara Delilio qəbul edir. Frometa, Yan Ağayeva blok əla oynayır. Titri Dixon və Skabronska'nın qurduğu blok. 18-13. Payla Rəhimova daha bir blokda inamlı oyun. 18-14 oldu hesab artıq. Fərq 4'e enir. Yəni ki, indi Verşesi götürər time-out'ı. Bəlkə də bir topda gözləyir. Servis yerinə yetirildi. Yan Ağayeva qəbul edir. Yan Ağayevanın zərbəsi blok. Kruz çatmır topa. Və 19-cu xal. Payla Rəhimova servisi yerinə yetirdi. Smaç servis. Və daha bir xal qazanır Azəryol voleybolçuları. 20-14 Palina'nın servisi fayda verdi. ...20-14 oldu hesap. Palina daha bir servis yerine yetirecek. Yine de smaç servis, yine de Kruz qəbulda səhvə yol verir. Yan Ağayeva, Palina'nın özünün zərbəsi və səhv. Xətti tapdalamışdı. 15-20. Skabronska servisi yerine yetirdi. Top kənardadır. 21-15. Tomkom və Titri Dixon zərbəsi. Top blokda dayanan voleybolçuya dəyir. Meydançadan çıxır. 21-16.
Jared Lilio blok yaxşı oynadı. Tomkom, Titri Dixon, Tomkom, Cruz. Daha bir xal qazana bilər indi Azəryol voleybolçuları. Top oyunda qalır. Tomkom. Blok yenə də yaxşı oynadı. Və hakimin qərarı nədir? Rabitəyə verilir xal. 17-21. Azəryol götürür time-out'u. Angelo Verchesi. Bugünkü oyunda çok güzel geçti. Önemli mesajlar. Azerbaycan Futbol Federasyonu Derneği'nin dünyanın en güçlü oyuncularını Azerbaycan'a davet ediyor. Bu tür güçlü zamanla yaranıp onların iştirakiyle gerek güçlü Azerbaycan şeklini geçirmekte esas maksatlarına biridir. Ben sizlerle gençlerin Azur'da hakkında teşkili, onu ve oradan da bezayını. Yani siz aklı çocuklarına öyle mesaj alasınız. İstirahat edesiniz. Azerbaycan Cumhuriyeti'nin final oyunları uğrunda Azerbaycan Cumhuriyeti'nin bezayını çekilir. Üç oyunda bırakmamalarımızı, göz göze oyunlarla belirlediler. Bugünden yaşlı oyunlar. Auro Cruz yerinə yetirəcək servisi. Ceyran Əliyeva qəbul edir. Və rabitə daha bir xal qazandı. 18-21. Ceyran Əliyevanın qəbulu yaxşı deyildi. Topu oyun qurucusuna göndərə bilmədi. Nəticəyə də xal rabitənindir. 3 xal oldu fərq. Cruz daha bir servis. Topu tora vurur Cruz. 22-18. Jared Julio meydançadan çıxır. Kozuk oyundadır. Servis yerinə yetirildi. Cruz qəbul etdi. Tomkom. Blok əla oynayır və daha bir xal. Azəryol 23-18. Time-out rabitə götürür bu dəfə. Xal ayırır Azəryolu ikinci setdə qələbədən. Fernando Isis servisi yerinə yetirəcək. Top kənarda yerə düşür, servis yaxşı yerinə yetirilmədi. 23-19. Polina Rəhimova çox gözəl zərbə indirdi, baxmayaraq ki, geriyə göndərilmiş top onun üçün. 24-19. Servis yerinə yetirdi, Yusuf Silya Frometa. Tomkom, Kırsmanoviç, top hələ ki oyunda qalır. Ceyran Əliyeva yenə də Polina üçün. Polinanın aşırma zərbəsi, lakin toxunmuşdu orada deyəsən Antenə. Top kənardan getdi, bəli Antenə toxunmuşdu. 24-20.
Tonkom servisi yerinə yetirdi. Yan Ağayeva qəbul edir. Silya Frometa, Chiara Delulio və top bloka dəyərək xeyli kənara gedir. 25-20. Beləliklə ikinci setdə Azəryol voleybolçuları qələbə qazanırlar. Beləliklə fasilə geridə qaldı. Komandalar meydançada yerlərini dəyişirlər. Servisi Nutsara Tonkom yerinə yetirəcək. Topu oyuna daxil etdi Tonkom. Palina Rəymova. Blok yaxşı oynayır. Xorvat Tonkom. Skavronska. Burada UCD Silya Frometa əla oynadı. Vargas Valdes, Silya Frometa. Bu dəfə Yana Matyasovska, Ağayeva, Kastilyo əla oynadı arxa xəttə. Skavronska və top meydançadadır. 1-0 Rabitə öndədir. Blok yenə də yaxşı oynayır və ikinci xalı qazanır Rabitə. 2-0. Tonkom daha bir servis. Silya Frometa. Chiara Delulio aşırma zərbə. Castillo, Skavronska və top deyəsən yox. Dəymişdi blokda dayanan voleybolçuya. Silya Frometa bu dəfə Palina üçün top meydançadadır və ilk xalını qazanır. 3-cü setdə Azəryol voleybolçuları 2-1. Və daha bir xal. Bu dəfə də səhv yer dəyişmədə olmuşdu. 2-2 hesab bərabərləşdi.
Kruz qəbul edir. Tomkon. Ceyran Əliyeva və top Ceyran Əliyevaya deyərək xeyli kənarda yerə düşdü. Yenidən önə keçir. Rabitə voleybolçulara 3-2. Silya Frometa, Polina Rəhimova. Xorvat qəbul edə bilmir. Castillo da nə qədər qaçdısa, az qala zalın arenanın qapısına qədər qaçdı, ancaq çata bilmədi topa. Hesab bərabərdir. 4-3 yenə Rabitə önə keçir. Valdes bu epizodda topu xilas edə bilmədi. Kiara Dövülüyor qəbul edir. Tomkon topun yerə düşməsinə imkan vermədi. Kruz, blok və top meydançada. 4-4. Hesab bərabərləşir yenə. Polina Rəhimova servisi yerinə yetirdi. Top kənardadır. Heç kimə dəyməyib. 5-4. Rabitə önə keçir. Ceyran Əliyeva. Yana Ağayeva. Xorvat yaxşı oynadı. Skavronska. Top deyir blokdakı voleybolçuya, həm də meydançada da yerə düşdü. 6-4 Rabitə 2 fərqi artırdı, 2 xala çatdırır. Skavronska və Yana Ağayeva 3-cü dəfədir ki, görüşdə qəbulda səhvə yol verir. 7-4. Blok əl oynadı Polina'nın zərbəsindən sonra Aura Kruz. Artıq bir neçə dəfə bugün Aura Kruz artıq belə tək başına blokda köməyə də gəlmişdi. Xorvat 3-cü dəfədir ki, birinci texnik fasiləyə qədər hesab 8-4 olur və öndə olan komandada seti qələbə ilə başa çatdırır. Texnik fasilə geridə qaldı. Fernando Isis qəbulda səhvə yol verir. Tora dəydi. Top çaşdırdı onu. Daha bir xal 9-4. Skavronska topun yerə düşməsinə imkan vermir. Kruz və blok yaxşı oynayır. 9-5. Ceyran Əliyeva. Çox gözəl zərbə.
Palina'dan 9-6. Yana Ağayeva servisi yerinə yetirdi. Cruz, Tomkom, Skavronska, Silya Frometa, Fernando Isis, Chiara De Julio və top antenindən kənardan getmişdi. Isis yaxşı ötürmə etməmişdi burada. Cruz servisi yerinə yetirdi. Top kənardadır. 17. Cruz qəbul edir. Yenə də yaxşı qəbul etmədi. Ancaq Tomkom çatdırdı topu özünü və Xorvat yarır bloku. Valdes Silya Frometa blokunu yarır. 11-7. Daha bir səhv. Bu dəfə Chiara De Julio. Ümumiyyətlə komanda mövsüm ərzində ən etibarlı voleybolçularından biri Chiara De Julio. Ancaq bugün elə də yaxşı oynanır. 12-7 time-out. Angelo Verchesi götürmüş. Time-out'u başa çatdı. Və Titri Dixon servisi yerinə yetirəcək. Yana Ağayeva yenə də qəbulda səhvə yol verir. 4-cü dəfədir ki artıq. Və 13-cü xal. Zenon Əliyeva da çatdıran və dəyişiklik olacaq. Bəli, Yana Ağayeva çıxacaq. Kozuk meydançaya daxil olur. Yana Matyasovska Ağayevanın əvəzinə Margarita Kozuk oyuna daxil oldu. Dixon servisi yerinə yetirdi. Kozuk normal qəbul edir. Yusuf Silya Frometa, Palina Rəmova, Skavronska oynadı. Xorvat və bu dəfə artıq blok. Valdes'in bloku komandasına xal qazandırır. 13-8. Yusuf Silya Frometa yerinə yetirir servisi. Cruz qəbul edir. Tomkom, Skavronska və top kənardadır. 14-8. Çatdıra bilmədilər özlərini topa. Azəriyol voleybolçuları. Tomkom servisi yerinə yetirdi. Top kənara gedir. 14-9. Chiara De Julio yerinə yetirdi servisi. Tomkom, Skavronska, blok. Zərbənin qarşısını alsa da faydası olmur. 15-9. Xorvat smaç servisləri, yəni ki, görəcəyik indi biz. Xorvatın ifasında yox, eləmədi bunu. Zenon Əliyeva. Skavronska top kənarda yerə düşür, heç kimə də dəyməyib. Rahatlıqla daha bir xal qazana bilərdi. Lakin fürsətdən istifadə edə bilmədi. 15-10. 10-15. Servis Azəriyol voleybolçularındır.
Valdes servisi yerinə yetirdi. Cruz top oyunda qalır. Silya Frometa, Polina Raymova və xal bu dəfə Azeryolun. 15-11. Tomkom, Skavronska əla oynayır. Burada daha doğrusu Tomkom yaxşı oynadı, çaşdırdı bloku və 16-11 texniki fasilə. İkinci texniki fasilə başa çatdırmalıdır ki, ötən setdə də 16-11 olmuşdu ikinci texniki fasilə hesab. Azeryolun xeyrinə. Azeryol qalib gəlmişdir. Bu dəfə rabitənin seyirdir. Kırsmanoviç servisi yerinə yetirəcək. Diagonal yeni servis və gördüyünüz kimi qəbul yaxşı deyil. Kozov yaxşı oynamır. Əlbəttə ki, Acın Əliyevanın yoxluğu da sözün deyir. Azeryolun heyətində. Kırsmanoviçin növbəti servisi. Polina Raymova. Skavronska, Tomkom, Skavronska. Top kənardadır. Heç kimə deyib, hakim bildirir, deyib. Tora dəymişdi Polina. Polina yox, başqa Tora dəymişdi. Və növbəti xal 18-11. Kırsmanoviç servisi yerinə yetirəcək. Üstüdə Silya Frometa komandanın kartdanıdır. Etiraz edir hakimə. Qəbul elə də yaxşı deyildi. Polina Raymova əla zərbə endirir. Diagonal zərbə. Çox hündürə göndərdi topu onun üçün Üstüdə Silya və Polina da çox hündürə tullanaraq elə blokun üzərindən topu meydançaya vurur. On 18-12. Castillo. Skavronska. Boş zonaya gözəl zərbə endirdi. Elə də bərk olmayan Skavronska. 19-cu xal. 19-12. Servis yerinə yetirildi. Ceyran Əliyeva yaxşı qəbul etmiş. Blok yaxşı oynayır və 20-ci xalı qazanır rabitə. 20-12. Fərqi 8-ə yüksəltdi. Angelo Vercesini götürdüğü time-out başa çatır. 20-12'de hesap. Skavronska servisi yerine yetirecek. Ceyran Əliyeva.
Yusuf Esili Prometa, Polina Rəhimova xeyli kənara vurur topu və xal yenə də Rabitə voleybolçularının da 21-12. Skavronska servisi yerinə yetirdi Yana Ağayeva. Qəbul yenə də yaxşı deyil. Tomkom, Cruz, blok Yana, Parfomenka, Polina Rəhimova və blok əla oynayır. Daha bir xalı 22-12. Skavronska bu dəfə Yana Ağayeva qəbul edə bildi. Aksana Parfomenka, Polina Rəhimova. Top kənar, yox, meydançıdadır. Yox, kənardadır. Baş hakim deyir ki, kənardadır. Linesman səhv yol vermişdi. 23-12. Daha bir xal qazansın, 2 qat üstünlüyü olacaq. Yana Ağayeva top bloka dəyir və meydançada yerə düşür. Nəhayət ki, Azəryol bir xal qazana bildi fasilədən sonra. 23-13. Isis fürsətdən istifadə edə bilmədi, lakin Polina Rəhimova. 23-14. Fərqi bir qədər azaltdı. Servis yerinə yetirilir. Tomkom, Cruz, Ceyran Əliyeva topun yeri düşməsinə imkan vermədi. Və daha bir xal. Azəryol komandası qazandı. 23-15 oldu hesab. Xorvat qəbul edir. Tomkom, Yana Ağayeva, Parfomenka, Chiara De Giulio. Boş zonaya Ceyran Əliyeva çatdırdı özünü. Top kənardadır. Daha bir xal qazanır Azəryol. Time out. Fərqi bir qədər azaldı. Ardızlı qazandığı xallarla Azəryol 23-12-dən 23-16-ya gətirib çıxarıb. Lakin seti xilas etmək çox çətin olacaq. Yana Ağayeva servisi yerinə yetirdi. Tomkom, Ceyran Əliyeva bu dəfə zərbənin qarşısını ala bilmədi. Qüvvətli zərbə idi. Aro Cruz 24-16. 24-16. Ceyran Əliyeva növbəti səhvi və 25-16. 2-1 önə keçir Rabitə.
Beləliklə fasilə başa çatır. Bir Rabitənin üstünlüyü var. UCD Silya Frometa yerinə yetəcək servisi. Kruz qəbul etdi. Tomkom. Stavronska. Blok yaxşı oynayır. Kastilyoda imkan verməyə topun yerə düşməsində Xorvat. İlk xalı qazana bilər. Azeryol. Lakin yaxşı ötürmə deyildi UCD Silyadan. Polina Rəhimovaya. Və xal Rabitənindir. Bir 0 önə keçir Rabitə voleybolçuları. Yana Ağayeva yenə də yaxşı qəbul etmədi. 2-0. Bu dəfə xal Azeryol komandasında 2-1. Chiara de Julio yerinə yetirəcək servisi. Hep oyuna daxil etdi. Kruz çox əla qəbul edir. Tomkom elə Kruzun özünə də ötürmə. Blok yaxşı oynayır. Vargas Valdez, Polina Rəhimova bloku. 2-2. Chiara de Julio. Daha bir servis. Castillo qəbul etdi. Tomkom və Kırsmanoviç komandasına xal qazandırır. Birinci templə qurulan hücum. 3-2 Rabitə öndədir. Kırsmanoviç servisi yerinə yetirdi. Yana Ağayeva. Top kənardadır. Yan xətt hakimdə bildirib eşitmə dəyməyib. Və dördüncü xal Rabitənin. 4-2. Ceyran Əliyeva qəbul edir. Birinci templə hücum. Tomkom yaxşı oynayır. Kırsmanoviç, Kruz. Polina Rəhimova və Tomkomdan top çıxdı. 4-3. Valdez yerinə yetirəcək servisi. Kruz qəbul edir. Tomkom, Kruz. Top kənardadır, heç kimə dəymir. Xal Azeryol komandasında 4-4 olur. Yaxşı çıxartmışdı Tomkom Kruzu zərbə mövqeyinə, ancaq dəqiq endirmədilər Denarı Kruz. 4-4 hesab bərabərləşdi. Servis yerinə yetirilir. Kruz, Tomkom. Bu dəfə Titri Dixon əla oynayır. Birinci templə Tomkom Titri Dixon hücumu. 5-4. Silya Frometa, Yana Ağayeva. Top yerə dəyməyib, hücum davam edir. Aura Kruz. Yana Ağayeva, top kənardadır və hakim də bildirir ki, xal da Rabitənindir. 6-4. Yana Ağayeva yenə də pis qəbul etdi topu. Castillo top meydançadadır. 7-ci xalı qazanır
Rabitə voleybolçuları 7-4. Top meydancılığa düşür. Polina Rəhimova fərqi azaltdı. İmkan vermədi ki, 4-cü setdə də birinci texniki fasiləyə qədər hesab 8-4 olsun. Polina Rəhimova servisi yerinə yetirir. Smash servis, Cruz qəbul edir. Castillo. Cruz. Yana Ağayeva. Polina Rəhimova. Yana Ağayeva. Blok. Daha bir zərbə indirmək olar. Əla oynayır arxa xəttə Xorvat. Skavronska və Ceyran Əliyeva dayan top. Meydançadan çıxdı. 8-5. Çox gözəl bir oyun gördük. Hər iki komanda tərəfdən 8-ci xal Rabitənin. Başa çatdı texniki fasilə, 8-5 üstünlüyü var. Xorvat. Blok. İsis. Üstüdə Silya Frometa. Yenə də Chiara De Julio yaxşı oynayır burada. Yana Ağayevanın da zərbəsinin qarşısı alındı və İsis komandasına xal qazandırır. 6-8. Yana Ağayeva yerinə yetirəcək servisi. Cruz qəbul edir. Tonkom. Skavronska blokdan top meydancılığa yerə düşdü. 9-6. Fərqin azalmasına imkan vermir Rabitə voleybolçuları. Titri Dixon yerinə yetirəcək servisi. Bugün iqtisadçı artıq fərqi 2-yə çatdırıb. Seriyada Azərbaycan ilə görüşdə birinci və ikinci setlər çox gərgin oldu. Chiara De Julio çətin vəziyyətdən komandasını çıxara bildi. Səhvə yol vermişdi burada. Ceyran Əliyeva qəbulda. Aşırma zərbə ilə Chiara Julio xal qazandırır komandasına. 9-8, 9-7 daha doğrusu. Fernando İsis yerinə yetirir servisi. Cruz. Tonkom. Blok və top kənarda. 10-7. Servisi Tonkom yerinə yetirəcək. Qəbul yaxşı deyil və yenə də Yana Ağayeva səhvə yol verir qəbulda. 11-7. Margarita Kozov meydancaya daxil oldu. Yana Ağayevanın əvəzindən gözlənilirdi bu.
Ceyran Əliyeva, qəbul yenə də yaxşı deyil. Polina Rəhimova. Ciarada Julio. Castillo. Skavronska. Top meydançıdadır. Daha bir xal qazanır Rabitə. 12-7. Artıq Velçesi time-out götürməlidir yəni ki. Fərq 5-ə yüksəlib. Time-out. Azəryol götürür. Angelo Velçesin götürdüğü time-out başa çatdı. 12-7 üstünlüğü var Rabitənin və servisdə Muxsara Tomkov yerinə yetirəcək. Ceyran Əliyeva yenə də yaxşı qəbul etmir. Ciarada Julio, Castillo əl oynadı arxa xəttə. Xorvat bu dəfə blok zərbənin qarşısını aldı. 12-8. Yusuf Silya Frometa servisi yerinə yetirdi. Castillo, Tomkov, Skavronska. Top meydançada yerə düşür və Rabitə fərqi yenidən bərpa edir. 13-8. Daha bir xal Rabitə voleybolçuları qazanırlar. 14-8. Yenə də qəbul yaxşı deyildi. Xorvat servisi yerinə yetirdi. Ceyran Əliyeva, Silya Frometa, Polina Rəhimova, Castillo əl oynayır. Hakimin qərarı nədir? Rabitəyə verir xalı. Bəli, belə də olmaydı çünki rəqib zonada toxunuş var idi. Vargas Valdez. Bir daha təkrarını izləyirik. Əli də tora dəydi. Vargas Valdez'in. Ceyran Əliyeva. Sığorta aldı komanda yoldaşlarını. Qeyri-dəqiq zərbə. Yox, bu dəfə bildirir ki, toxunuş var idi. On 15-9. Ciarada Julio servisi yerinə yetirdi. Castillo çatdırdı özünü. Kısmanoviç və Ciarada Julio. O da topu xilas edə bilmədi. Xalı xilas edə bilmədi. 16-9. İkinci texniki fasiləyə Rabitə yenə də öndə yollanır. Kısmanoviç servisi yerinə yetirəcək. İkinci texniki fasilə geridə qalır.
Kastiliya Frometa, Polina Rəymova. Top blokdan kənara gedir. 16-10. Çox qüvvətli zərbə idi. Qarşı salınmaz idi demək olar ki. Və əlbəttə ki, burada bloku da günahlandırma olmaz. Vargas Valdes yerinə ediləcək servisi. Cruz. Kozov. Chiara de Julio. Polina Rəymova. Castillo fürsətdən istifadə edə bilmədi. Azeryol. Və topa da çatmaq mümkün deyil. 17-ci xal. Skavronska yerinə edəcək servisi. Elin hazır keçən görürsünüz. Dəstəkləyirlər komandalarını. Topu tora vurdu Skavronska və demək olar ki, xalı da hədiyyə etdi Azəryola. 17-11. Polina Rəymova. Top meydançadadır hakimin fikrincə. 17-12. Yan xətt hakim Baumart oyuna daxil olur. O Xorvat əvəz edir. Polina'nın daha bir servisi. Bu dəfə top xeyli aralı gedir. 18-12. Fərq yenidən 6 topdur. Cruz servisi yerinə yetirdi Ceyran Əliyeva. İşidə Frometa. Kozov top meydançada yerə düşür. 19-12. Rabitə inamla addımlayır ikinci qələbəyə görüşdə. Bu da seriyada. Ceyran Əliyeva yenə də qəbul yaxşı deyil. Daha bir hücum olacaq. Castillo yaxşı oynayır və Tom xeyr. Toxunuş var idi. Tora. 19-13. Yana Ağayeva yerinə yetirəcək servisi. Cruz qəbul etdi. Ölü zonaya göndərir topu Titri Dixon. Heç kimdə sata bilmir. 20-13. Starovic oyuna daxil oldu. Tomkom əvəz edir. Titri Dixon servisi yaxşı deyil. Top toradaydı. 20-14. Fernando Isis yerinə yetirir servisi. 6 xallıq fərq var. Cruz qəbul etdi. Xorvat kənara vurur topu. Heç kimə də gəlməyib və fərq bir qədər də azalır. 20-15. Isis servisi yerinə yetirdi. Xorvat qəbul edir. Tomkom. Skavronska. Castillo və blok. Yaxşı oynayır. 20-16. Time out ola bilər indi götürsün. Bəli, belə də olur.
Time-out. Time-out geride qaldı. Oyun davam edir. İsiz servisi yerinə yetirecek. Hesabı 20-16'dır. Horvat qəbul etdi. Tomkom. Kısmanovic boş zonaya. Demək olar ki, topu göndərirdi. İsiz də düzdür, özünü çatdırdı, ancaq gec idi artıq. 21-16. Tomkom servisi yerinə yetirdi. Ceyran Əliyeva qəbul edir. Parxomenka, Paylina Rəhimova topu düz elə tora vurur. Heç bloka da dəymədi. 22-ci xal. 22-16. Bu dəfə Azəryol komandası time-out götürür. Başa çatır time-out. Verches'in ikinci time-out idi bu setdə. Servisi Tomkom yerinə yetirecek. Nutsara Tomkom. Yenə də Yana Ağayeva yaxşı qəbul edə bilmir. Paylina Rəhimova top blokdan yerə düşür və 22-17 oldu hesab. Fərqi bir qədər azaldır Azəryol voleybolçuları. Parxomenka servisi yerinə yetirdi. Cruz. Skavronska. Top bloka dəyir, kənara gedir. 23-17. Servis yerinə yetirildi. Daha bir xal qazanır rabitə. Yenə də Yana Ağayevanın səhvi. 24-17. Top tora dəydi. Daha bir servis olmalıdır. Blok yaxşı oynayır. Azəryol daha bir xal qazandı. 24-19. Skavronska Valdes'in zərbəsinin qarşısını ala bildi. Cruz. Növbəti xalı qazanmaq olar. Tomkom topun yerə düşməsinə imkan vermədi Skavronska. Cruz və top bloka dəyərək kənara gedir. Beləliklə 25-ci xal və rabitə ikinci qələbəsini qazanır seriyada. 25-16, 20-25, 25-16 və 25-19 setlərdə hesablar məhz belə oldu və rabitə fərqi artırır. Daha bir qələbə seriyada və beləliklə də artıq rabitə voleybolçuları Azərbaycan çempion olacaqlar. Biz sizinlə sağollaşırıq. Teyyib Məmmədov rejissor idi, aparıcı Siyavuş Əliyev idi. Sağ olun, növbəti görüşlərə qədər qeyd edim ki, növbəti oyun günü 3 gündən sonra olacaq. Aprel ayının 18-də.